Aha, deməli Əsmər. Cəryanın istiqamətini çəkdim aşağı, düzdürmü? Deyir ki, yükümüz buradadır. İndi də görüm. Cəryanın istiqaməti aşağı olanda o müsbət yüklü istiqamət x olur, yoxsa nöqtə olur? Necə tətbiq edirdi? Hansı əllə baxırdıq? Əvvəlcə sağ əli cəryanın Naqilin istiqamətinə qoyuruq. Aha, baş barmaq qoyduq aşağıya. 4 barmağa baxırıq. 4 barmağımız necə fırlanır? Ay, sağ ol. Buradan getdi, bu tərəfdən gəldi. Bizim gördüyümüz haradır? Sağ tərəfdir. Sağ tərəfdən oldu, 4 barmaq bizə gəldi, yoxsa bizdən getdi? bizə gəlir. Ay, sağ ol. Bizə gəlirsə sahəmiz nədir? Nöqtə. Ay, sağ ol. Deməli, sənin sahən nöqtəymiş. Tutduqca bunu. İndi gedək amper qüvvəsi istiqaməti tapmağa. Amper hansı əllə baxırdıq? Burada buna. Yəni, sağ, sol. Sol. Sol əl qədəsi ilə. Baxdın, sahən nədir? Yük olan hissədə sahən nədir? Nöqtədir, x-dir. Nöqtə. Ay, sağ ol. Nöqtədirsə hara baxırıq? Əlimizin üstünə. Aha, əlimizin üstünə baxdıq. İndi dedik ki, amperdə 4 barmaq bizə nəyə göstərir? Nə yazmısan 4 barmağı var? Ay, sağ ol. İndi qoy cəryan şiddətinin istiqamətinə. Naqilin istiqamətinə qoy. 4 barmağı o istiqamətdə qoy. Bax, əlimi belə tutursan. Niyə belə tutursan? Cəryan yuxarı getmir ki, aşağı gəlir. Cəryan istiqaməti haradır? Aşağıdır. Elə ki, əlivin üstünə baxasan, 4 barmağında aşağı insin. Ay, sağ ol. Əlimizin üstünə baxırıq, 4 barmağımız aşağı indi. 90 dərəcədə asılmış baş barmağın hara getdi? Sağa getdi, sola getdi. Mən əks görürəm səni. Sola. Sola getdi. Bitiyordur. Deməli, amper qüvvəsinin istiqaməti solaymış. Başa düşdün?